Apple 12 ildən sonra tam olaraq redizayndan danışdı və bütün əməliyyat sistemləri yeni dizayn koda əlavə edildi. Sizə iOS 26, macOS 26 Tahoe, watchOS, tvOS, visionOS 26 və əlbəttə ki, iPadOS 26-dan danışacağam. İndi iPadOS tam olaraq macOS-ə oxşadıldı. Apple TV servisinin ən gözlənilən Formula 1 filminin təbliği ilə bağlı video ilə konfransa start verdi. Burada Apple qulaqcıqlarının səs boğma effekti də bir daha göstərildi. Apple-da hər zaman videolar əməliyyat sistemində olan yeniliklərdən daha hacimli olur. Tim Cook good morning dedi. Amma biz elə bunu Apple Intelligence kimi ötürək. Çünki Apple Intelligence necə maraqsız idisə, indi də o qədər maraqlı olmadı. Təqdimatın qaymağı isə əlbəttə əməliyyat sistemlərinin yeni dizaynı oldu. Sonuncu kütləvi redizayn 2013-cü ildə iOS 7 təqdimatı zamanı baş verdi. O zaman Apple skeuomorfizm dizaynından imtina etdi. Çox illər keçdi, device'ların gücü dəfələrlə artdı. İndi isə yeni dizaynı qarşılayın. Yüngül, tanınan yeni Apple dizaynı, Liquid Glass, maye şüşə dizaynı. Qarşıdan gələn 10 illiklərdə yeni Apple dizaynı. Bir də onu deyim ki, bu dizayn bütün Apple sistemlərinin vahid dizayn kodu olacaq. Əlbəttə ki, bu dizaynın hardan gəlməsini biz artıq bilirik. visionOS. Apple-la bağlı bütün infosunlar təsdiqləndi. Yəni, yeni dizayn və numerasiya ilə bağlı infosunlar öz təsdiqini tapdı. Bəziləriniz mənim təqdim etdiyim infosunları mənim öz subyektiv fikrim olaraq özünə təqdim edir. Amma qrafon sizə infosunları, məlumatları çatdırır. Infosunlar ya təsdiq, ya təkzib ola bilər. Odur ki, belə gözəl videonu mütləq like etməyə dəyər. Bu videonu abunəsiz izləyənlər düşünürəm ki, abunə olub izləsələr daha yaxşı olar. Əgər marketinq söz-söhbətlərini yığışdırsaq, bütün deyilənlər bir element üzərinə gətirilir. Şüşə, Liquid Glass, kontentə uyğunlaşan dizayn. Bütün bu şüşə effekti real zaman anında özünü göstərir. Paneldə olan düymələr yeniləndi. İndiki dizaynda ekrana yapışdırılmış menü yoxdur. Uçan buludları xatırladan menü var. Menünün bütün elementləri indi şəffafdır və bütün kontent üzərində şüanın sınması effekti ilə təqdim olunur.